Hər kəsi salamlayıram. Müəllimlərin işə qəbulu və sertifikasiyasında ən çox istifadə olunan sual nümunələri var həndəsədən. Hər birinə dair bir nümunə sizə qeyd edəcəm. Qeyd edək ki, gördüyünüz nümunələr əvvəlki illərdə imtahan prosesinə düşən sual nümunələridir və həndəsənin əsas mövzusunu təşkil edir və ifadələrin qurulması ilə bağlıdır. 284-cü sualı sizə izah edəcəm. Qeyd edir ki, 3 bitişik çevrənin ətrafına düzbucaqlı çəkilmişdir. Çevrənin daxilinə çəkilmiş xəttlərin ümumi uzunluqları cəmi A olarsa, düzbucaqlının sahəsinin tapılmasına dair ifadəni yazın. Diqqət etsəniz, baxın bu fiquru eynisini köçürəcəyəm bu hissəyə. Belə bir düzbucaqlıdır. İçərisində 3 dənə belə bir çevrə var. Və bizə qeyd edir ki, rənglənmiş, yəni xətlənmiş hissələrin ümumi cəmi A olarsa, neçə dənə xətlənmiş hissə var? Baxın, 1, 2, 3, 4, düzdürmü? Bu da 5. Baxın, R. Yəni 5 dənə erim bərabərdir A-ya. Düzdürmü? R-i tapacam mən burada. Yəni R-i tapmaq üçün diqqət edəcəm nəyə? A bölünsün 5-ə. R-i tapanda A-nı 5-ə böləcəm. Bunu tapandan sonra aparıb yerinə qoyub, sahə düsturunun yerinə qoyub tapa bilərsiniz. Düzbucaqlımızın fikir verin, eni 2R kimi dəyərləndirsək, uzunu 1, 2, 3, 4, 5, 6, 6R kimi dəyərləndirə bilərik. Sahəni necə tapırıq? S bərabərdir A vurulsun B. A, N, B uzunluq. Bu R-i aparıb yerinə qoyaq. Burada, həmçinin də burada. N-im nə olacaq? 2 vurulsun A bölünsün 5. Uzunum nə olacaq? 6 vurulsun A bölünsün 5. Kəsirlə də yaza bilərsiniz, mən bu formada yazdım. Sahəni tapmaq üçün A vurub B deyilmi? 2A bölünsün 5 uzunu N vurulsun 6A bölünsün 5. Bu da uzunluq. Yəni S-i bu formada tapdıq. Və düzgün cavabınız burada olacaq E bəndi. Digər izahlarda dinləyin, daha da aydın olacaq. Deməli, ilk öncə neynədik? R-lərin sayını tapdıq, bərabər etdik cəmi buradakı A-ya. Sonra uyğun olaraq həm enini, həm uzunluğunu tapacaqsınız, aparıb yerləşdirəcəksiniz. Məsələn, 285-i də izah edək. Eyni bir qayda ilə, baxın, bu dəfə cəmi 2A verir. Ümumi uzunluqların cəmi. Görün, neçə R var? 1, 2, 3, 4, 5, 6. Bu deməkdir ki, 6R bərabərdir 2A-ya. R-i tapmaq istəyirəmsə, 2A-nı böləcəm 6-ya. Bu formada yazacağım. İndi bir məsələ var. Bunun ixtisar olunmuş versiyasını da götürə bilər nümunələrdə. Məsələn, A bölünsün 3. Və yaxud da bu versiyasının ikisi də eyni olar, yəni doğru olar. Görək variantlarda necə təqdim olunub. Və bu düzbucaqlının enini 2R, çünki 2 dənə radiusdur. Uzunluğunu isə 1, 2, 3, 4, 5, 6, 7, 8R qeyd edə bilərik. Və gətirib R-i yerinə qoyarıq. Gətirib R-i yerinə qoysaq əgər, görək hansı bənd daha doğrudur. Gəlin, ixtisar olunmuş versiyasına baxaq. N üzrə 2A bölünsün 3, N üzrədir. Uzun üzrə 8A bölünsün 3'dür. Belə variant var, görürsünüz. Yəni, ixtisar olunmuş halı da keçərlidir. İxtisar olunmamış halı da keçərlidir. İndi mən ixtisar halını götürdüm. Elə bəndlərdə də diqqət etsəniz, ixtisar olunmuş halına daha çox diqqət edilib. Deməli, perimetr istəyir. Baxın, bu ikisini cəmləyəcəm. Yəni, 2A-nın üstünə 2A-nı böləcəm 3-ə. Bu enimdir. Üstünə gələcəm 8A bölünsün 3-ü, vuracam 2-yə perimetr tapmaq istəyirəmsə. Bu da uyğun olaraq D bəndində 2A bölü 3 üstəgəl 8A bölünsün 3 kimi yaza bilərsiniz. Ümidvaram aydın oldu bu da sizə. Videonu saxladırsınız, həll edirsiniz, sonra həllinə baxırsınız. 86-nı da izah edəcəm sizin üçün. Yenə də baxın, 86-nı izah etdim sizə. Yox. 86'nın bayaqki perimetri idi.
İndi də sahəsini istəyir. Eyni qaydadır. 86-nı siz özünüz yazın. Sadəcə siz burada nə edəcəksiniz? Perimetrini tapacaqsınız. Bayaq perimetrini tapdıq, siz sahəsini tapacaqsınız. Digər suallardan baxın, gəlin bu nümunəyə baxaq. Digərində siz tapın. 287-də yenə eyni qayda ilə uzunluqları cəmi 3A-dır deyir. Görək neçə er var? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Yəni 9 er bərabərdir 3A-ya. Hər tərəf 3-ə bölsəm qalır 3 er bərabərdir A-ya. Eri tapmaq istəyirəmsə A bölünsün 3-ə bərabərdir. Aha, erin A bölünsün 3 olduğunu tapdım. Və keçirik artıq nümunəmizin üzərində. Er. Uzunumu enimiz 4 erdir. Uzunumuz görək neçədir? 1, 2, 3, 4, 5, 6. Uzunluğumuz da 6 erdir. Yerinə qoysam n nə oldu? 4 er. Uzun nə oldu? 6 er. Gəlin eri yerinə qoyaq. Yəni 4A böl 3 n'dir. Demək 6A bölünsün 3 uzundur. Məndən nə istəyir? Perimetr istəyir, düzdür? Perimetr tapmaq üçün tərəfləri cəmləyin. Yəni 4A bölünsün 3 üstə gəlsin 6A bölünsün 3 vurulsun 2. Və bu bəndimin hansı nümunədə olduğunu tapa bilirik? B bəndində. Amma burada yeri dəyişik olsa da olar, heç bir problem deyil. Heç bir problem deyil. Birinci uzunla eni toplayıb, yəni eyni şeydir. Toplananların yerini dəyişir sadəcə. Yəni bunu da beləcə nəzərimizdə saxlayırıq. Sonra keçirik digər nümunəmiz. Bunu siz evdə işləyəcəksiniz. Görək başqası var. Gəlin bu sonuncunu da sizin üçün işləyək. Deyir 6 bitişik çevrənin ətrafında düzbucaqlı çəkilib daxilə çəkilmiş xətlərin uzunluqları cəmi 7A olarsa, gəlin görək neçə dənə er var? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Yenə 9 er bərabərdir 7A-ya. Düzdürmü? Eri tapmaq istəyirəmsə 7A-nı böləcəm 9-a. Sonra aparıb yerinə qoyacağım. Baxın 1, 2, 3, 4. 4 er enimə desəm 1, 2, 3, 4, 5, 6. 6 er uzunuma deyərəm. Gəlin tapaq. Uzun bir də n yazaq. Uzunum 6 vurulsun 7A böl 9. Enim də 4 er vurulsun 7A bölünsün 9'dur. Burada ixtisar halını götürə bilərik. Məsələn, bu 6-nı 3'ə bölər. Burada 2 düşər, burada da 3 düşər. Yəni, belə də yaza bilər. Baxın, 14A bölünsün 3. Burada da 28A bölünsün 9 formasında yaza bilər. Hansı ki, eyni bu formada yazıb. 14A bölünsün 3 üstə gəlsin 28A bölünsün 9 vurulsun 2. Perimetri tapıramsa, baxın, düzgün cavabımız burada olacaq E bəndi. Bu belə. Hər hansı bir çətinlik varsa yenidən sual verərsiniz. Sonra baxın, bu da müəllimlərin işə qəbulunda ən çox istifadə olunan sual nümunəsidir. Bu vəsaitdə düz əksini tapıb, eynisi. Deməli, bu tip test tapşırıqlarında ümumi böyüklərin, sahələrin, perimetrlərin cəmləyin. Böyüklərin perimetri 40, 48, 24. Ümumi perimetrlərinin cəmi 112-dir. Əla. Daxildə olan fiqurların perimetrlərin çıxacaqsınız böyüyünün perimetrindən. Gəlin bu daxildə olanları müəyyənləşdirək ki, perimetrini tapaq və sonra çıxaq. Bilirsiniz ki, burada baxın bir dənə kvadrat var. Perimetrinin 24 olduğunu qeyd edir. Perimetr 24 isə tərəfi 24 bölünsün 4, 6 düşəcək. Bunun hər tərəfi 6, 6, 6'dır. Bu yarıdan bölündüyü üçün bura 3 düşəcək. Demək, belə bir düzbucaqlı yarandı burada. Bunun perimetrini tapanda 6'nın üstünə 3 gəlin, vurun 2'yə. Yəni 18'dir. Baxın, bu 18'dir. Sonra burada da belə bir kvadrat var. Və bunun da perimetri 40'dır. 40'ı 4'ə böləcəm. Düşəcək 10. Düzdürmü? Tərəflər 10'dur. Demək, bu 10 da buradan yarıya bölündə tərəflər 5 düşür. Baxın, bu içəridə qalan tərəfimiz 5'dir. Perimetr 5 vurulsun 4'dür. Yəni 20'dir. Sonra bu 112'dən çıxın. 18 üstə gəl 20'ni. Bu daxildəkilər. Axı bizə deyir ki, 3 kvadrat var və qırıq xətlər təsvir olunub. Tünd rənglə verilmiş fiqurun perimetrini tapın. Baxın, bizə lazım olan, baxın, bu fiqurun perimetridir. İçdə olan hər hansı bir göstərici bizə lazım deyil deyə onu çıxmalıyıq.
Davam edirik. Deməli 112-dən çıxacaqsınız 38-i, bu da edəcək 74. Düzgün cavabınız A bəndi olaraq qeydə alınacaq. Növbəti belə bir sualımız da var. Gəlin bunu da izah edim. Davamını siz evə götürəcəksiniz. Baxın bu hissəni istəyir bizdən, baxın. Bunun perimetrini istəyir. Bunun perimetrini tapmaq üçün bunları çıxmalıyıq. Və bu fiqurumuzun perimetrini tapan zaman nə edəcəm? Diqqət edin. Perimetr 20-dir. 20-ni 4-ə böləcəm, düşəcək hər tərəfə 5. Düzdür? 24-də hər tərəfə 5 düşəcək. Burada da həmçinin perimetr 16-dır. 4-ə böləcəm, düşəcək hər tərəf 4. Düzdür? 4. Bu yarıdan 2 olur. Düzbucaqlı 2 və 4. 2 və 4-ü cəmlə vur 2-yə. Edəcək 12. Düzdür? Sonra burada uyğun olaraq 5-in yarısı 2,5 verir. 2,5-in kvadratın perimetrini tapanda 4-ə vuracam, edəcək 10. Düzdürmü? Deməli 10, 2,5-i vuracam 4-ə, edəcək 10. 2-nin üstünə də 4 gələcəm, 6 vuracam 12-yə, vuracam 2, edəcək 12. Düzdür? Deməli 12 və 10-un cəmini 32 tapdım, 22 tapdım. Düzdürmü? 22. Bu 22-ni çıxın ümumi perimetrdən. Ümumi perimetr 20, 48 və 16-nın cəmi, yəni 84-dür. 84, baxaq, görək düz hesabladıq. 84-dür. 84-dən də çıxacam 22-ni. Bu da edəcək, müəllimlər, 62. Yəni düzgün cavabınız olacaq D bəndi. Növbəti sualı da sizin üçün saxlayaq. Bunu da siz evdə işləyin. Və əlavə təlim prosesləri haqqında məlumat almaq üçün, yeni qruplara qeydiyyat üçün 077 540 98 47 nömrəsindən əlaqə saxlayaraq təlim proseslərinə qoşulub individual təlim proseslərinə qatılaraq dərslər ala bilərsiniz. Hər birinizə uğurlar arzu edirəm. Özünüzə yaxşı baxın.